Nurəddin İlşənoğlu 27 noyabr 2001-ci ildə Gümüşlü rayonunun Hacı Almuradlı kəndində anadan olub. Gümüşlü şəhər humanitar fənlər təmayüllü bir sayılı məktəb liseydə təhsil alıb. Sonra həqiqi hərbi xidmətə gedib. 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Ağdərənin azad edilməsi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Vətən uğrunda və su qovşağının azad olunmasına görə medalları ilə təltif edilib. Gümüşlü rayon Hacı Almuradlı kənd qəbristanlığında dəfn edilib. Məkanı cənnət olsun şəhidimizin.